Biz müəyyən büdcə vəsaitinə qənaət etmiş olacağıq və təyinatı üzrə vəsaiti istifadə edəcəyik. Pancomi TV xəbər verir ki, bunu Milli Məclisin bugün keçirilən iclasında ümumi təhsil haqqında qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı Elm və Təhsil Nazirinin müavini İdris İsayev deyib. Nazir müavini bildirib ki, müəllimlər əmək haqqının artmasını istəyirlər, sertifikasiyada məqsədlərdən biri də müəllimlərin əmək haqqının artmasıdır. Əmək haqqı dərs saatı ilə bağlıdır. 30% müəllimin 24 saat dərsi var, 29,4% isə 24 və daha çox dərs alan müəllimlərdir. Onların əmək haqqı 1300-1500 manat arası dəyişir. Müəllimlərin orta aylıq əmək haqqı 1000 manata bərabərdir. Sertifikasiya prosesi yekunlaşandan sonra orta aylıq əmək haqqı da artacaq. Növbəti mərhələdə biz müəllimlərin əmək haqqının artmasının başqa yollarını düşünürük və təkliflər təqdim edəcəyik. Qeyd edək ki, layihəyə əsasən müəllimlərin işə qəbulu ilə bağlı müsabiqədə iştirak, ilk dəfə müsabiqədə iştirak edənlər, əlilliyi olan şəxslər, ünvanlı dövlət sosial yardımı alan ailənin üzvləri, şəhid ailəsinin üzvləri və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslər istisna olmaqla ödənişli olacaq.